Yəni dövlətdə risk elə bir hesab edin ki, qurumdakı risk departamenti çox güclüdür. Biznesin gücü çatmır ki, nəyisə ortalığa çıxartsın. Ona görə biznesi gücləndirmək lazımdır ki, risk baxımından baxanda biznesdə öz sözünü deyəndə üçüncü tərəf desin ki, okey, burada risk var. Amma gəl bunu idarə eləyək, bunu boğmayaq, bu çıxsın bazara. İndi bu dəqiqə hamısı boğulmuş vəziyyətdə qalır. Belə də əziyyət çəkirsə nəyisə çıxartmaq üçün, çünki risk tərəfi çox güclüdür. Amma bu üçüncü tərəf dediniz. Üçüncü tərəf qismində hakimlər çıxış eləmir ki, yəni məhkəmə rol oynamır o üçüncü tərəfdə. Məhkəmə son instansiyadır. Əslində ora proseslər gedib çıxmamalıdır. İdeal əgər bazarda hər şey qurulubsa, yəni mən onu nümunə kimi gətirdim ki, yəni məhkəmədə necə olur? Bir tərəf olur, digər tərəf olur. Onlar bir-birini əksin deyir. Axırda üçüncü tərəf hakim qərar verir ki, kim doğrudur, kim səhvdir. Məsəl üçün bizim mühitdə o yoxdur. Sahibkar gərəsə çoxlu nəyisə müraciət eləsin, qulluğuna çıxsın. Dövlət qurumunun öz prioriteti var, ona çox qulaq asmır və fərqli dillərdə danışırıq. O da çox vacibdir.